Salamlar, hər vaxtınız xeyir olsun. Bu günləri biz düzxətli bərabər sürətli hərəkət mövzusunda, yəni ilk mövzumuzda şagirdlərin, abituriyentlərin ən çox çətinlik çəkdiyi məqamlara baxacağıq ki, şagirdlər bunları doğru bilirlərmiş kimi zənn eləyirlər, amma normalda doğru bilinən yanlışlardır. Yəni şagirdlər burada yanlış eləyirlər. Doğru bildiklərini zənn etsələr belə bu sualları cavablandırarkən onlar bəzi yerləri, bəzi məqamları unudurlar. Deməli, həmin suallardan biri, yəni çaşdırıcı suallardan biri də 144-cü məsələdir. Hal-hazırda mən bura qoymuşam. Deməli, şagird baxır suala və deyir ki, bunların 4 saniyədən sonra qrafikləri kəsişib deyə, deməli bunlar 4 saniyədən sonra görüşərlər. Cavabı C kimi götürür. Və artıq məsələnin cavabı səhv olmuş olur. Çünki bunlar 4 saniyədən sonra görüşmürlər. Bunların 4 saniyədən sonra sürətləri eyni olur. Nə bilirsən, bəlkə bunlar görüşmürlər. Bəlkə biri Bakıda 4 metr/saniyə sürətlə hərəkət edir, biri də tutaq ki, Gəncədə 4 metr/saniyə sürətlə hərəkət edir. Yəni bunların sürət zaman qrafikləri kəsişir. Eyni sürətlə hərəkət edirlər. Buna razıyıq. Amma nə bilirsən, bəlkə biri Bakıdadır, biri Gəncədədir. Yəni sən onu isbat eləyə bilmərsən ki, bunlar görüşüblər, deyə bilmərsən. Deməli, bu tip suallarda qrafiklərin kəsişməsinə yox, hansı qrafiklərin kəsişməsinə diqqət edin ki, biz də demişik ki, cisimlərin görüşməsi yalnız koordinatların kəsişməsi, yəni koordinatların bərabər olması zamanında baş verir. Bax, bu şərt daxilində cisimlər görüşmüş sayılırlar. Yaxşı, cavab burada 4 saniyə deyilsə, məsələni necə həll edək, müəllim, deyə sual verə bilərsiniz. İndi isə gəlin məsələnin həllinə baxaq. Deməli belə, məsələnin həlli üçün biz bilməliyik ki, cisimlərin görüşmə şərti onların koordinatların bərabərliyidir. Bunu bildim. Artıq birincini mən tutalım ki, yuxarıdakı bir cisim kimi götürürəm. Bu sabit sürətlə hərəkət eləyəndə bir ikinci cisim kimi baxıram. İndi birinci cismin koordinatı nəyə bərabərdir? x0 bərabər yeniləşən hərəkət edir. v0 t üzərinə gəlinsin at kvadratı bölünsün 2. İndi isə x2-ni açıram. x2 isə x0 üzərinə gəlinsin sadəcə v-t, çünki bərabər sürətlə hərəkət edir. İndi məsələnin şərtində deyir ki, başlanğıc koordinatları eynidir. Ona görə mən hər ikisinin başlanğıc koordinatı bir dənə x0 dedim. İndi bunu biləndən sonra bu x0'lar islahda gedər. Sonra baxıram bura, birincinin başlanğıc sürəti 0-dan başlayıb deyə bunun da başlanğıc sürəti yoxdur hal-hazırda. Onda mən buradan alıram ki, at kvadratı bölü 2 bərabər olur sadəcə vt-yə. Belə. İndi isə gəlin baxaq görək birincinin təcili nəyə bərabərdir? Birincinin təcili son sürət çıx başlanğıc sürət eləyir 4, zaman da 4 verilib 4 bölü 4 elədi 1. Tapdım ki, birinci 1 metr/saniyə kvadratı təcillə hərəkət edir. İndi yerinə yazıb hesablayıram. 1 vurulsun t kvadratı bölü 2 bərabərdir. İkincinin də sürəti verilib bizə 4-dür. 4 t-yə. Buradan da t kvadratı bərabərdir 8t-yə. Buradan da t kvadratı çıx 8t bərabərdir 0-a. T-ni çıxarsam mötərizə xaricinə alaram ki, bu tənliyin 2 dənə kökü var. Birinci t bərabərdir 0-a bərabər olan an üçün, bir də t bərabərdir 8-ə bərabər olan hal üçün. Deməli, tənliyimizin 2 dənə kökü oldu. Hər iki cavab doğrudur. Yəni, t1 bərabərdir 0 demək o deməkdir ki, cisimlər başlanğıc anda, yəni hərəkət olmamışdan əvvəl görüşüblər ki, bəli, görüşüblər. Çünki nöqtələrin başlanğıc koordinatları eynidir. Hər ikisi eyni bir nöqtədən hərəkətə başlayıbsa, belə məntiqlə baxanda başlanğıc anda görüşmüş sayılırlar. Bu da doğrudur və İkinci olaraq da 8 saniyə sonra da onlar görüşmüş sayılırlar. Bəli, 8 saniyədən sonra da onlar görüşmüş sayılırlar. Cavab oldu A bəndi, yəni 8 saniyə. İkinci məqamda şagirdlərin ən çox çətinlik çəkdiyi məqamdır. Hansı ki, burada nə qədər yol gedib deyir. Yəni 109-cu məsələyə baxsaq, hərəkət tənliyi verilib, düzdür, burada kvadratı tam olaraq düşməyib. Tənlik verilib bizə deyir ki, cisim dayananadək nə qədər yol gedər? Yolu soruşur. İndi şagirdlər nə edirlər? Bu məsələni həll edərkən deyirlər ki, cisim dayanırsa onun son sürəti 0-dır, doğrudur. Başlanğıc sürət tənlikdən baxıram 8-dir, doğrudur. Təcilimiz də 4-dür, doğrudur. Daha doğrusu -4-dür, doğrudur. İndi bunu yazırlar. V bərabərdir V0 üzərinə gəlinsin AT. Son sürət 0-dır. 0 bərabərdir 8 çıxılsın 4T. T-ni də buradan tapırlar ki, 2 saniyəyə bərabərdir. Yəni cisim 2 saniyədən sonra dayanır. Bunu düz tapırlar. Tamamilə doğrudur, əladır. Gətirib sonra x-in tənliyində yazıb x bərabərdir -10 üzərinə gəlinsin 16 çıx 2-nin kvadratı 4, 4 vur 2, o da eləyir 8.
və deyirlər ki, 16-18 o da eləyir -2. Yəni hardasa 2 metr yol gedər deyirlər. İndi cavablarda düzdür 2 metr yoxdur. İndi olsaydı ki, cavablarda 2 metr verilsəydi, onu götürəcəkdilər. Düzdür, indi tam olaraq elə məsələlər var ki, cavablarda həmin aldıqları da var, indi burada yoxdur deyə yenə də mən burdan nümunə gətirərək demək istəyirəm. Fərz eləyin ki, başqa bir variant var, cavab doğruda tutalım ki, -2-dir. Belə. İndi uşaqlar, məsələnin həlli yanlışdır. Belə olmaz. Biz bura kimi düz gəldik ki, cisim 2 saniyədən sonra dayanar. Biz artıq nəyi tapırıq hal-hazırda burada apardığımız əməliyyatda? Tapdıq ki, koordinat nəyə bərabərdir? Son koordinat -2-yə bərabərdir, tamamilə doğrudur. Amma bizə son koordinat lazım deyil axı. Bizə nə qədər yol getdiyi lazımdır. Nə qədər yol getdiyini də bilmək üçün artıq mən S bərabərdir V0T çıxılsın AT kvadratı böl 2 deyərək hər birinin qiymətini yerinə yazıb hesablaya bilərəm. Təbii ki, burada -4 var, bir də -4 olmayacaq. Burada müsbət eləyə ən yaxşısı. Sonra gətirib burada -4 yazandan sonra hesablayıb tapacaqsınız ki, cisim nə qədər yol gedər. Bu da belə. Yəni bizdə nə qədər yol getdiyini soruşur. Demir bizdən ki, koordinatı x-i nədir? T-ni tapan kimi o dəqiqə gətirib burada tənlikdə yerinə yazıb x-i tapmayın. Bu son koordinatdır. Məsələnin şərtində əgər son koordinatı nəyə bərabərdir desə, bəli, onda gətir yerinə yaz və x-i tap. Amma elə demədiyinə görə artıq biz nə qədər yol getdiyini tapmış olmalıyıq. Yəni S. Nəhayət və sonuncu olaraq da tələbələrin çətinlik çəkdiyi növbəti bir sual. 40-cı sual. Tələbələr vektorlar üzərində əməllər mövzusunda çox çətinlik çəkirlər və vektorların toplanması, çıxılması bu kimi qaydaları yaxşı mənimsəyə bilməyiblər deyə bu sualı işləməkdə çətinlik çəkirlər. Deməli belə, bu sualı işləmək üçün əvvəla biz vektorların çıxılma və toplanma qaydalarını bilməliyik. İndi burada hal-hazırda çıxılma qaydasından istifadə edəcəyik. İki ixtiyari vektoru bir-birindən çıxmaq üçün onları elə yerləşdirməliyik ki, hər iki vektor eyni bir nöqtədən çıxsın. Baxın, V1 vektorunu nisbətən sürüşdürdüm sola, gətirdim bura və belə bir quruluş əldə etdim. İndi məsələnin şərtində bizə deyir ki, ikincinin birinciyə nəzərən, yəni 2-dən biri çıx deyir. Onda sən vektorların çıxılma qaydasından bilirsən ki, çıxılanın sonundan azalanın sonuna çəkilən vektor olacaq bu iki vektorun fərqi. Baxın, çıxılanın sonundan, yəni V1-in sonundan azalanın, yəni V2-nin sonuna çəkilən vektor olacaq bu iki vektorun fərqi. Olsaydı şərtdə desəydi ki, birincinin ikinciyə nəzərən sürətini tapın, onda 1-dən 2-ni çıxmış olacaqdıq ki, bu vektorda yenə çıxılanın sonundan azalanın sonuna doğru olduğundan bu səfər V1-ə tərəf yönəlmiş olacaqdır. Cavab indi burada ikincinin birinciyə nəzərən dediyinə görə o da oldu D bəndi. Ümid edirəm video xoşunuza gəldi. Bu kimi maraqlı və tələbələrin daha çox çaşdığı məqamlar hardadır? Bu tip sualların izahatlarını görmək istəyirsinizsə, təbii ki, kanala abunə olub videonu bəyənməyi unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.